Chelsea-nin çalışdırıcısı Mareska'nın getmək vaxtıdır, yoxsa hələ də ümid var? Gəlin sadəcə olaraq bir qrafadan başlayaq. Xatırlayırsınızsa, keçən mövsüm Chelsea olduqca turbulent, belə çətin bir dövrdən keçdi. Mövsümün əvvəlində komanda yaxşı oynayıb nəticə göstərmirdi. Lakin Pochettino mövsümün sonuna yaxın komandanı çox ciddi şəkildə qaldırdı və sadəcə olaraq bu cədvələ baxsaq, bu elə bir penalti dışında, penalti sayılmadan XG, yəni gözlənilən qol epizodlarıdır. Gördüyümüz kimi Pochettino vaxtında ilk 10 oyundan sonra olan enişdən mövsümün sonuna Chelsea-nin ortalama XG-si 2-yə qalxmışdı. Hansı ki, bu da kifayət qədər top komanda səviyyəsidir. Müqayisə üçün deyək ki, bu Tuchel'in ən pik dövrünün göstəricisindən də hətta bir qədər yüksək idi. Maresca eyni trendi davam etdirdi. Yaxşı başladı. Hətta mövsümün dekabrın ortaları falan Chelsea-nin çempionluğunda namizəd olub-olmadığını Maresca'dan soruşanda Maresca belə xoşlanıb, təbəssüm edib, belə utanar şəklində deyir ki, yox, nə danışırsınız, bizim əsas məqsədimiz Çempionlar Liqasıdır. Lakin indi vəziyyət o yerə gəlib ki, Maresca'nın deməzdim işi təhlükə altındadır, lakin Chelsea Çempionlar Liqasına vəsiqə qazanmasa hər şey ola bilər. Gəlin indi burada başa düşməyə çalışaq ki, qısa şəkildə niyə görə Maresca'nın rəhbərliyi altında Chelsea ciddi şəkildə yadırğamağa başlayıb və bu onlara Çempionlar Liqası yerinin bahasına otura bilərmi, yoxsa yox? Nəzərə alsaq ki, çox güman ki, İngiltərədən 5 komanda gedəcək Çempionlar Liqasına. Maresca Pep Guardiola'nın köməkçilərindən biri olub. Əlbəttə ki, Pep Guardiola'nın köməkçisisənsə, sən mürəkkəb futbol oynayacaqsan da, bəsit, Şondayç stili, David Moyes stili futbol adi insanların futboludur, o sənin üçün deyil. Lakin çox təəccüblü bir fakt idi ki, Maresca ilk bir neçə ayını Chelsea-də bir növ qat-qat işləməyə başladı, layer by layer. Yəni ilk öncə Maresca'nın ilk bir neçə ayda oynatdığı oyun çox sadə və bəsit oyun idi ki, bu formasiyayı gətirib çıxarsınlar. İlk əsas məqsəd ondan ibarət idi ki, buna ingiliscə quick breakaway deyirlər. Yəni çox sürətli müdafiədən hücuma keçid eləsinlər və burada Chelsea-nin və ən yaxşı oyunçusu və eyni zamanda İngiltərənin ən yaxşı oyunçularından biri olan Cole Palmer rəqib müdafiəçilərində, yəni hələ ki tam öz yerlərini almamasından istifadə edərək sərbəst şəkildə yarada bilsin. Maresca'nın sadə, bəsit oyunu necə idi? Necə meydanın rəqib hissəsində Chelsea bura oynayır, say çoxluğu yaratmaq niyyəti var idi. Əlbəttə ki, burada mərkəz yarım müdafiəçilərindən çox şəxslidir. Birinci yollardan biri ondan ibarət edir ki, Cole Palmer azad rəssamdır. Gəlin arqumentimizin sadəliyi şəklində bunları belə götürək. Cole Palmer azad rəssamdır, istənilən mövqeyə gedir. Burada Caicedo, burada Enzo var idisə, Enzo Fernandez Cole Palmer'a gəlib qoşulub kömək edirdi. Şərt olaraq onu bura qoyuruq. Eyni zamanda çox aktiv şəkildə Cucurella hücuma dəstək verirdi və mərkəzi bağlamaq üçün Malo Gusto Caicedo'ya kömək edirdi. Bu variantlardan biridir. İkinci yol çox aktiv şəkildə Cucurella hücuma gəlir və geri çəkilmir. Və bu ssenaridə Chelsea əgər geridə əks hücumda tutulardısa, bir növ kritik bir vəziyyətin yaranmaması üçün adətən Chelsea Caicedo ilə yanaşı Lavia ilə müdafiə meyilli yarım müdafiəçi ilə oynayırdı. Bu çox fundamental bir şeydir. Çünki əgər burada Enzo Fernandez varsa, Enzo Fernandez hücuma qoşulur və nəticədə disbalans yaranırdı. Daha bir metod cinahlar, o wingerlər idi. Mövsümün əvvəlində hələ hər şey yaxşı gedəndə Madueke sağ winger idi. Sol winger bəzən Jadon Sancho olurdu. Nicholas Jackson'la daha yaxşı link etmək üçün və ya daha da cinahlara çəkilib, cinahlardan cərimə meydançasına daha uğurlu keçidləri Pedro Neto eləyirdi və indi də eləyir. Başqa bir nümunə burada Madueke zədəli olanda Nkunku oynayır. Nəzərə alaq ki, Nkunku Leipzigdə hücumçu və ya ikinci hücumçu oynasa da və ya yalançı 9 nömrə false 9 oynasa da Maresca'nın intervyularında Maresca dəfələrlə deyib ki, mən Nkunkunu ümumiyyətlə hücumçu görmürəm, mənə görə o wingerdir və o Nkunkunu ya sağ ya da ki sol, əsasən də sol cinahda oynadır və Jadon Sancho-nu sağa keçirib. Burada Chelsea-də əsas məqsədlərdən biri ondan ibarətdir ki, istər Nkunku, Madueke, Jadon Sancho, Pedro Neto, onların hamısının çox yaxşı driblingi var və ona görə Maresca'nın oyun mahiyyəti ondan ibarət edir ki, bir, rəqibin cinah müdafiəçisinə təkbətəkdə driblingdə birə-bir epizodlar yaratsın. 2, Cole Palmer'in istedadından istifadə edib ona azad rol yaratsın. Amma bütün dediklərim hamısı sürətli oyundur. Problem nədən ibarətdir? Və bu əksində problemi bəlkə də öncədən görüb onu həll eləmək istəyən Maresca bu problem böyük belə ciddi məsələyə çevrilmədən bunu etdiyinə görə indi çox tənqid alır. Nə dəyişib Chelsea-də? Yanvardan sonra Maresca'nın oyun stili dəyişir. Stil nədən ibarətdir? Dediyimiz kimi sürətli hücuma keçəndə əksər hallarda
Enzo və ya Cole Palmer və ya istəyirsə cinah müdafiəçiləri yavaş-yavaş bir növ səbirli build-up'a keçirlər. Səbirli build-up nəticəsində rəqib öz qapısına, öz mövqelərini müdafiədə tuta bilir və bu da ən çox təsir edir Cole Palmerə. Çünki Cole Palmer sürətli keçidlərdə, sürətli əks hücumlarda çox effektiv oyunçudur. Lakin rəqib qapıda olanda onun manevri üçün də ümumiyyətlə o qədər də yer qalmır və bütün onun təhlükəli ola biləcəyi yerlər adətən tutulur. Soruşmaq olar ki, bəs Maresca bunu niyə edir və ya bu ümumiyyətlə kobud səhvdirmi? Yoxsa deyilmi? Gəlin xatırlayaq, Kloppun ilk mövsümü Liverpoolda oktyabrda Brendan Rodgers'ın yerinə gəlir və onda ilk başlarda Kloppun Liverpoolu hər kəsi valeh edir özünün ildırım sürətli gegenpressing oyunu ilə. Amma əlbəttə ki, nə heyət, nə də ki, Klopp kifayət qədər bir-birinə işləmədiyinə görə, həm də heyətin ona uyğun olmadığına görə sonradan Liverpool ilə çox rahat şəkildə aşağı blok oynayıb long bollarla, hündür toplarla Liverpoolu cəzalandırırlar. Bunu qabaqlayan Enzo Maresca əslində bizim bayaq da bax indi yenə də ekranımızda göstəririk, X-çılara görə əslində yaxşı iş görür. Lakin komandada dəyişən budur. Əgər Pochettino'nun rəhbərliyinin sonunda bu sürətli hücumdan və ya sürətli əks hücumdan yaranan X-çilər bu səviyyədə idisə, yəni 0-3-ün üstündə idi. Maresca da bu əvvəlcə 0-4-ün üstünə qalxır oyun ərzində, bir qola daha doğrusu və mövsüm getdikcə bu dəyişməyə başlayır. Bu ağrılı keçidi çətinləşdirən məqamlardan biri də ki, əlbəttə ki, Nicholas Jackson'ın zədələnməyidir. Nicholas Jackson'ın zədələnməyinə görə bəzən Pedro Neto bu mövqedə oynayır və Leicester City ilə də oyununda gördüyümüz kimi, hətta oyundan sonra Maresca onu deyir ki, Cucurella sol bek ikinci hücumçu kimi istifadə olunurdu. Hətta orada çox maraqlı bir məqamı diqqətə çatdırır Maresca. Maresca deyir ki, bizim belə bir planımız yox idi. Biz çünki fikirləşirdik ki, Leicester bizə qarşı dördlü müdafiəçi oynayacaq. Amma görəndə ki, oyundan 2 saat öncə heyəti bir-birinə təqdim edəndə görüb ki, Leicester 5 müdafiəçi oynayır və oyundan əvvəl hələ gedişi dəyişib Cucurella'nı ikinci oyunçu kimi, hücumçu kimi oynatdı və təsadüfən də Cucurella'da vurduğu gol həmin onun yaratdığı boşluq o ikinci hücumçunun yaratdığı özəllikdir. Yəni uzun sözün qısası, əgər sual verilsə ki, Maresca dərin məşqçi deyilmi və ya Maresca Chelsea səviyyəsində deyilmi? Məncə bu bir qədər vaxtından əvvəl danışmaq olar. Çünki Maresca'ya mövsümün sonuna qədər vaxt vermək lazımdır. Yenə də əgər İngiltərə çempionatında top 4-lüyə və bugünkü reallıqla top 5-liyə düşərsə, Maresca işini %100 davam etdirməlidir. Ona bir neçə oyuncu hələ ki çatmır ki, tam ideal istədiyi futbol oynasın. Cole Palmer Chelsea karyerasında ilk dəfə olaraq penalti vura bilmədi. 12 cəhddən sonra 13-cünü uğursuzluğa uğradı. Ümid edək Cole Palmer öz formasını bərpa edər. Çünki Palmer doğrudan da İngiltərə çempionatının və ümumiyyətlə dünya futbolunun ən göz oxşayan, möhtəşəm futbolçularından biridir, böyük istedadlarından biridir. Bəs sizin fikrinizcə Chelsea üçün Maresca uyğun məşqçidir, yoxsa Pochettino'nun yeri hələ görünür?